Riyaziyyatdan keçmisiniz. Böyükdür, kiçikdir. Böyükdür, kiçikdir o deməkdir ki, çoxdur, azdır. Səncə çoxdur, böyük olar, yoxsa kiçik? Çox olan bir şey böyük olar, yoxsa kiçik? Böyük olar, bəli. Az olan şey nə olar? Kiçik olar, afərin sənə. İndi bunların özünün də öz işarələri var. Sən mənə de görüm, yadında qalıbmı? Böyükdür, hansı işarədir? Kiçikdir, hansı işarədir? İndi bura nə yazır? Böyük işarəsi nətər idi? Böyük işarəsi nətər idi? Böyük işarəsini yaz. Aha, yaz görək. Belə. Bu böyük, yox, deməli yazdı. Bunu sətrin içərisində yaz. Bax, bilirsən böyük işarəsi bu tərəfədir. Bax, belə yazdım, belə elədim. Kiçikdir də onun əksinədir. Bu biri tərəfədir də kiçikdir işarəsidir. Kiçikdir işarəsində yazırıq. Kiçikdir işarəsi. Düzdür. İndi qulaq as. Yəni bu böyükdür o deməkdir ki, çoxdur. Kiçikdir, azdır. Yadında qalsın. 2 dənə rəqəm yaz. Bura 2 rəqəm yaz. 2. 2 yaz. Bir dənə mən belə yazmaq istəyirəm. Aha, 2 yazdın. Səliqəli yaz. Bura 9 yaz yanından. Yanından 9 yaz. Yanından 9. A yaşı səliqəli yaz. İndi bu damalı dedi, özüm buna yazmışam ki, buna başqa şeylər də yazacaq. İndi səncə 2 çoxdur, yoxsa 9 çoxdur? 9 çoxdur. İndi belə bir şey var. Bunu timsah zənn et bunları. Timsahın ağzı həmişə böyük ədədə tərəfdir. Böyük ədəd hansıdır bura? Demək timsahın ağzı hara tərəf açılacaq? Bura. Budur da, yəni bu. Bu. Başa düşdün? Bax bu var, bu işarə. Bax bu işarəni timsah zənn et. Bax bu timsahdır. Timsahın ağzı bu tərəfə də gedə bilər. Bu tərəfə də gedə bilər. Böyük hansıdırsa timsahın ağzı o tərəfə açılır. Böyük hansıdır burada? 9. Demək timsahın ağzı hansı tərəfə açılacaq? 9-a tərəf. Bax belə olacaq. İndi gəl birinci ədəd bura yazaq. Bura yaz 7. 7 yazaq görək. Səliqə ilə yazırıq. 7. A yaşa baxın. 7, bəli. İndi burada yaz 10. 1 yanında 0. Səliqəli yaz. Tez-tez yazma. Yenə özündən çıxdı. Amma yazdım da. Səliqəli yaz. Nətər gəldi? Şotlamaq olmaz. İndi səncə 7 çoxdur, yoxsa 10 çoxdur? 10 çoxdur. Timsahın ağzı hansı tərəf açılacaq? Ona tərəf. Yaz görək indi. Timsahın ağzını ona tərəf aç. Hansı rəqəm çoxdursa, ortadan da bunu nətər yazmışdıq? Onu da elə yaz. Timsahın ağzı açılan tərəf. Açılır. Hara tərəf açılır? Bax, burada hara tərəf açıldı? Çoxa. Yenə bundan yazacaqsan da. Bu həm də necə ədəddir? Böyükdür. Daha doğrusu 10 böyükdür. Bu kiçikdir işarəsidir. Kiçikdir işarəsi. Yəni 7 kiçikdir ondan. Uşaqlar böyükdür, kiçikdir deyəndə çaşırlar. Ona görə biz bunu timsahla öyrədirik ki, hansı rəqəm, bax, indi burada böyük rəqəm də ola bilər. Bura yaz 8. Tez-tez yazma. 8. Ha, 8. Burada yaz 3. Yanından da 3 yaz. Dama deyil de ona görə belə yazır. Həyibi yoxdur, yaz, əsas odur, başa düşürüz. İndi 3 əməli yazır, biraz yekə yaz. Bunu yekə, bunu balaca yazmışsan. Onu da yekə yaz, həyibi yoxdur, damalı deyildi, çaşmışsan, yaxşı. 8 çoxdur, 3 çoxdur. 8. İndi timsahın ağzı hansı tərəf açılacaq? Hə, indi aç görək timsahın ağzını 8 tərəfə. A yaşa, bu tərəfə. Ortadan yazmalıydın. Demək ki, Turan, biraz çalır, səliqəli yaz. Eybi yoxdur, yekə yaz, belə yaz. Amma bu işarəni düz yaz. 3. Demək, baxırıq. Hər iki tərəfə baxırıq. Hansı tərəfdə böyük varsa, böyük burada da ola bilər, burada da ola bilər. Görsən, bəyək böyük buradaydı. İndi böyüyü burada yazmışıq. Timsahın ağzı həmin o böyük tərəfə açılır. Yaxşı. İndi bura mən sənə misallar verəcəm. Bunları sən özün ortasından yazarsan. Yaxşımı? Bərabərdir işarəsi də var da. Onda eynədə də onda bərabər yazır. Bura 4, bura 4 yazıram. Sonra bura 7, bura 3 yazıram. Bura 9, bura 6 yazıram. Bura 10, bura 4 yazıram. Bura 5, bura 2 yazıram. Sən ortalarından qoyacaqsan. Ya bərabərdir qoyacaqsan, ya böyük. Bax. Ya bərabərdir qoyacaqsan, ya böyükdür, ya kiçikdir. İndi yenə dediyim kimi. Bəyəxki qayda nə yaz görək. Sən baxma. Baxma deyəndə ki, çəkirəm də bura. Bərabərdir. Aha. İndi buna çəkək. Keçək ona. Bu. Aha, indi bura keçək. Bura çəkək.
Bu. Birini bura çək. Bura. Bir bura. İndi bunları düz yazmısan. Bildin ki 4 4-ə bərabərdir, eyni ədəddir. Bildin ki timsahın ağzı böyük tərəfdə olmalıdır. 7 3-dən böyükdür. 5 2-dən böyükdür. 9 6-dan böyükdür. İndi gəl bunların rəqəmlərinin yerini dəyişək. Mən üçün bura yazaq 4, bura yazaq 6. Bura yazaq 3, bura yazaq 8. Bura yazaq 9, bura yazaq 9, bura yazaq 10, bura yazaq 12. İndi bunları yazaq görək. Biraz çətin oldu. Çətin deyil. Hardan yaz? Yenə böyük tərəfə baxsam de bunlara. Hə, götür təkrar edir. Yazsın, sonra baxacağım görüm. Turan necə yazsın. Yazdım. Aha, indi Turan baxaq, yoxlayaq görüm necə yazıb. Demək 4 ilə 6. Demək 6 tərəf, böyük tərəf buradaydı, timsahın ağzı bura açılmışdı. 8 buradadır, timsahın ağzı. 9 9-a bərabərdir. Görsən timsah çox olan tərəf açmışsan. Halal olsun. Sənə 5 yazıram. 5 yazıram. Sənə 5 yazıram. Hə, ulduz da yazıram, yaxşı. Demək Turan bildi ki, indi burada Turan öz səhvini tapsın. Müəllimə burada sənin səhvini tapıbdı. Burada sənin səhvin nə olmalıydı? Burada düz yazmısan da timsahın ağzı 8 tərəfə açılıbdır. Burada 6 daha çoxdur, timsahın ağzı bu tərəfə açılıbdır. Burada 5 çoxdur, burada. Bax, burada nəyi səhv yazmısan? 11 yazacağım. Burada 9 yazmalıydın. Tutaq ki, niyə görə 9 yazmalıydın? Çünki 11 olsaydı timsahın ağzı 11 tərəfə açılardı axı. Burada böyükdür. 10 nədən böyükdür? 9-dan böyükdür, 8-dən böyükdür. Elə bir ədəd olmalıydı ki, ondan balaca olsun, düzdür? Burada səhvin nədir bəs? Burada da... Sən burada nə yazmısan? Yaxşı, burada 7 olmalıdırsa, timsahın ağzı nə 7 tərəfə açılmayıb? 6-dan balaca rəqəm olmalıdır, düzdür? 5 olmalıdır ki, 6 5-dən böyükdür, timsahın ağzı 6 tərəfə açılsın. Bunu düz yazmısan, çünki 10 daha böyükdür, timsahın ağzı bu tərəfə açılıb. Hə, burada da səhvin nədir? Deyir, üzərində böyük ədədlər yazılmış. Burada 9 yazılıb, burada 10 yazılıb. 10 böyükdür, yoxsa 9 böyükdür? 10. Sən ancaq 10 olan rəqəmi, 10 olan gülü rəngləməliydin. Bildin niyə? Deyir ki, üzərində böyük ədəd yazılmış. 3 böyükdür, 7. 7. Ona görə 7-ni rəhləmsən. Bunu düz yazmısan. Amma burada 9 böyükdür, 10. Burada 10-u rəhləməliydin, 9-u rəhləməməliydin. Başa düşdün? İndi bunu mən silmişəm də, bayaq mən sildim. İndi nə etmək lazım? Birini rəhləməsən, ikisini də yox. Müəllim şərtini oxuyanda qulaq asın. Deyək ki, uşaqlar, üzərində böyük ədəd, tez bax ki, böyük burada 7-dir, burada 10-dur. Demək, ancaq bunu rəhləmək lazım. Bunları da düz yazmısan. Yəni, biraz diqqətli ol. Yaxşı, hansı ədəd böyükdürsə, tez o tərəfə bax, timsahın ağzı o böyük ədədə. Yox, burada verilməyibsə kvadrata, deyirsən ədədi yaz. Qulaq as, deyirsə sən ədədi yaz, ədəd yazılmır. Tutaq ki, burada 6 deyil. 6 tərəfə açılıbsa timsahın ağzı. Demək 6 böyükdür. 6 nədən böyükdür? 5-dən böyükdür, 4-dən böyükdür. İstənilən ədəd yaza bilərsən. 6-dan əvvəl gələnləri yaza bilərsən. Sonra gələnləri yox. Çünki 7 yazsan, onda belə çıxır ki, 7 6-dan böyükdür. 8 yazsan 8 böyükdür. Bunlar olmaz. Yaxşı?